Lövhədə eyni sözün eyni şəkilçi ilə işlənmiş olduğu iki cümlə yazmışam. Gəlin baxaq görək bu cümlələrin təhlili eyni yoxsa fərqlidir. Birinci cümlə. Mən sizə baxıram. Nə edirəm? Baxıram. Kim? Mən. Kimə baxıram? Sizə. Oldu nə? Tamamlıq. Növbəti cümlə. Mən sizə gedirəm. Nə edirəm? Gedirəm. Xəbər. Kim? Mən. Aha. İndi burada mən kimə sualını da verə bilərəm. Haraya sualını da verə bilərəm. Deməli, ikinci cümlənin təhlilini iki cür düşünmək olar. Deyirəm ki, mən sizə gedirəm, yəni sizin evinizə bir məkan olaraq nəzərdə tuturam. Burada yer zərfliyi məzmun daşıyacaq. Cümlə özü olaraq da yer zərfliyidir. Mən sizə gedirəm. Bir də ola bilər də bir xanım üçün elçi gəlir, bir neçə şəxs, bir neçə kişi. Ona seçim qoyurlar ki, sən kimə gedirsən? O da deyir ki, mən sizə gedirəm. Yəni kimə sualına cavab verən söz olacaqlardır burada. Yəni tamamlıq kimi. Birinci cümləni bir cür, ikinci cümləni isə iki cür təhlil etmək olar. Bu tip videolardan faydalanmaq üçün bizi izləmədə qalın. Hələlik.